kilo. Qurban Bayramı münasibətilə qurbanlıq heyvanların kəsilməsi və satılması üçün xüsusi yerlər müəyyən olunub. Bugün artıq ölkə üzrə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla 134 məntəqədə qurbanlıq heyvanların kəsimi və satışı xidmətləri təşkil edilib. Qeyd edim ki, biz bu məntəqələrin siyahısını bir müddət əvvəl geniş ictimaiyyətə də açıqlamışdıq. Hələ də məlumatsız olanlar varsa, buyurub elə agentliyin Afsaqovas saytından qurbanlıq heyvanların kəsimi satış yerlərinin siyahısından tanış ola bilərlər və onlara ən yaxın ünvanda olan yerlərdən yaxınlaşıb xidmətlərdən yararlana bilərlər. Hardasa 15 ildən yuxarıdır bu təsərrüfatla məşğulam. Gətirdiyimiz qurbanlıq heyvanlar Füzuli rayonundan gətirmişik. Öz təsərrüfatlarımızdır. Heyvanlar hamısı sağlam vəziyyətdədir. Sən deyən belə artım yoxdur. O varsa da 1 manat 50 köpək belə var. 19 ildir təxmini, 18 il belə. Keçən ilkilərlə indiki vəziyyət necədir? Ət yəni baha idi. Bu ilki yəni qiymətlər baha idi. Amma qurban əlahəsində ət düşübdür.